Hər vaxtınız xeyir əziz abituriyentlər. OTK sınağına düşmüş belə bir suala baxaq. Bu sual 9 və 11-ci siniflərin buraxılış imtahanlarına düşə bilər. Parabolanın təpə nöqtənin koordinatı və y-oxunu kəsdiyi nöqtə verilib. Bizdən F4-ü soruşur. Təpə nöqtələrin koordinatı veriləndə parabolanın fx bərabərdir a vurulsun x çıxılsın m-in kvadratı plus n şəklində yazırıq. Düstur şəklində belə yazırıq. A vurulsun x çıxılsın m-imiz təpə nöqtənin koordinatı 1-dir. X çıx 1-in kvadratı plus ordinatı isə 4-dür, plus 4 yazırıq. İndi A-nı tapmaq üçün y-in 5 nöqtəsində x 0-a bərabərdir. X-in yerinə 0 yazıb A-nı tapacağım. A vurulsun x-in yerinə 0 yazırsan mənfi 1-in kvadratı plus 4 bərabərdir 5-ə. Yəni x 0 olanda y fx 5-ə bərabər olur. A plus 4 bərabərdir 5-ə, A olacaq 1. A 1-dir. Deməli, sənin funksiyanın fx bərabərdir x çıx 1-in kvadratı plus 4 imiş. Səndən f4-ü soruşursa, x-in yerinə gətir 4 yaz. 4 çıx 1-in kvadratı plus 4. 3-ün kvadratı 9, üstünə də 4 gələndə 13 eləyəcək. Hər birinizə uğurlar.